Aha, bir nəfərə rast gəldik. Salam Nəlişi, vətəndaş. Salam. Xoş gördük sizləri. Siz buranın sakinlərindənsinizmi? Bəli. Mən Salman İmanlı kanalının nümayəndəsi kimi gəlmişəm. Həm də istədim ki, buradakı Gəncəmizin vaxtilə mənim cavanlığımda da olan çox gözəl bir park olub. Bu parkın belə yarımsız vəziyyətlə bağlı bir reportaj çəkəm. Bəlkə bir ay bundan qabaq çəkdim. Çox şükürlər olsun ki, bizim bu çəkilişimizə Space TV televiziyası tərəfindən reaksiya verildi və 3 dəqiqəlik burada bir çəkiliş getdi və bununla bağlı da cəmiyyətə çatdırır. Təbii ki, o televiziya güclü bir kanaldır. Yəqin ki, onun baxışına çox olar. Və burada dedilər ki, bu oradan da sorğu verildi. Gəncə şəhər icra hakimiyyətinin bağlansında olmadığı üçün onlar ümumiyyətlə bu parkı yaddan çıxardıblar və dedilər ki, bu Azərbaycan Dəmir Yolları Açıq Tipli Səhmdar Cəmiyyətinin balansındadır və oradan müraciət olunub, onlar deyib maraqlanır. Siz bununla bağlı nə deyirsiniz? Mən sizə çox xahiş edirəm. Bax, görürsünüz belə bir parkda, belə səviyyəsiz vəziyyətdə, belə bir baxımsız vəziyyətdə qalan bir parka siz mənim də ürəyim ağrıyır şəxsən. Ümumiyyətlə Dəmir Yol Gəlin ki, siz də deyərsiniz. Buyurun. Ümumiyyətlə Dəmir Yol Parkı Gəncədə ən gözəl parkların biri idi. Gəlin. Çünki burada veteranlara deyək, çox gözəl qiymət verilirdi, hörmətlə yanaşırdı. Bu gördüyünüz binada onlar dincəlirdilər. Təbiidir ki, hər bir insanın qayğına qalınırdı. Əfsuslar olsun ki, aidiyyəti orqanlar bu sahəyə baxmırlar. Görün indi nə günə sarıflar ki, deyir mədəniyyət ölkənin tualetindən ölçülür. Tualeti çəkdiniz, baxdınız. Bəli, ona çəkəli biləcək şeydim. Bu dincəlmə otaqları veteranların görün nə gündədir, ağaçlar nə gündədir. Hər yerə baxın, zibilli xana. Niyə buranı və zibili təmizləyən insanlar, kommunal xəstələr hara baxırlar? Sən, ay vətəndaş, oğlum, bir dəqiqə dayan, qoy bu müəllim bir sözünü desin, sonra səni çəkəcəm, olar mı? Hə, buyurun. Buyurun müəllim. Ona görə də aidiyyəti orqanlardan xahiş Mən üzr istəyirəm, siz bu sahənin yaşayışçılarındansınız. Bəli. Əvvəla yaşayışa, ikinci də mən bu görsənən arxa tərəfdə olan məktəbdə uzun illər, 75-ci ildə orada işləmişəm, orada direktor işləmişəm. Hə, bir sarı peşə liseyi. Bəli. Bəli, hə, mən tanıyırıq, hamımız orada çox gözəl. İdmanla məşğul olmuşuq. Buranın gözəlliyi hər yerdə danışılırdı. Əfsuslar olsun ki, indi isə bunlar haqqında danışmağa söz yoxdur. Hara baxsız bərbad haldadır. Görəsən bu aidiyyəti orqanlar hara baxırlar və kim eləməlidir onları? Bilirsiniz, Gəncə şəhər icra hakimiyyəti bizim balansında deyil, Dəmir Yolu Naziri deyil, maraqlanarıq. Yəni ötür oynayırlar. Belə bir gözəl park insanların istirahət elədiyi belə bir gözəl park tamam baxımsız vəziyyətdə qalıb, insanın ürəyi ağrıyır. Əsas odur ki, aidiyyəti orqana hara baxır baxsın. Onlar niyə bu işinin ötəsindən gəlmir ki, bu cür park görün nə hala düşübdür. Mən xahiş edərdim ki, aidiyyəti orqanlardan öz işlərinə məsuliyyətlə yanaşsınlar. Sağ olun, çox sağ olun, çox sağ olun, çox sağ olun. Siz nə deyirsiniz, qadan alın? Aidiyyət baxın, gündəz bu stollar qırıq-qırıqdır stollar. Tüyü qırıqdır, narkomana bura yığırı da. Nə danışır, narkoman nədir? Biz bugün stollar hamısı qırıq-qırıqdır stollar, hamısı qırıq-qırıqdır stollar. Vay. Baxın Allah, biz götürəmirik, Allah xalqına bax. Stollar tüm qırıq-qırıqdır stollar. Hə, gedək. Qoy mən o tərəfə də, burada bir bulaq var idi vaxtilə. O hansı bulaqdır o? Gedirəm onu çəkməyə mən. Baxın, baxırsınızmı? Vallahi, görürsünüzmü, sakinlər ürək ağrısıyla danışırlar. Özləri yaxınlaşır, yəni hərəsi bir yandan. Sadəcə vaxt olduğu üçün, sadəcə mən bununla bağlı baxırsınız. 100-150 il ağaçlar var ki, burada çox çətin bir durumda qalıblar və biz də istəyirik bunlar düzəlsin, bunlar yaxşı olsun. İnsanlar normal bir istirahət elə bilsinlər. Yəni bu yaxşı olsa, burada vaxtilə şəhərin ən gözəl parklarından biri olub. Belə bir gözəl parkda insanların istirahət eləməsi də Allaha da xoş gələr, onlara da bir xoş olar, həm də parkımız düzələr. Baxın, ağaçlar susuzluqdan tamam yanılıb. Baxız. O burada bulaq var idi, o haradır? Hə, gördüm. Qoyun o bulağa da baxın. Hə, bax bu da Gəncə şəhərinin deməli Dəmir Yolçuların Mədəniyyət Parkında olan, vaxtilə olan bulaq. Baxın, nə suyu gəlir, nə bir şey gəlir. Tamamilə belə antisanitarik bir vəziyyətdə belə bir gözəl bulaq. Vaxtilə Sovetlər dövründə salınmış bir bulaq idi. Biz də cavan tələbə olanda və yaxud da ki şagird olarkən bizi bura ekskursiyaya gətirərdilər.
Baxın, baxın. Görün nə vəziyyətdə qalıb. Vay 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 vay. Vay vay vay. Nə çətin şeydir bu. Bu belə şey olmaz. Yaxşı bu fikirləşin də. Belə olmaz axı.